Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün də biz riyaziyyat 4-cü sinif 2-ci hissədə burada bizim mövzumuz var. Məxrəcləri bərabər olan kəsrlərin müqayisəsi. Müqayisə mövzusunu mən bundan əvvəl izah etmişdim sizə. İndi isə istəyirəm əlavə olaraq digər hissənin də izahını verim və tapşırıqlarını sizlə bir yerdə işləyək. Deməli biz öyrəndik ki, kəsrləri müqayisə edən zaman kəsrlərin əgər məxrəcləri bir-birindən müxtəlifdirsə, biz o kəsrlərin məxrəcini eyniləşdirirdik və daha sonra onları müqayisə edirdik. Hansının surəti böyükdürsə, səhv eləmirəmsə burada mən onun izahını vermişdim. Aha, altda 3-ü 3də 1 ilə müqayisə edən zaman biz nə edirdik? Görürdük ki, burada bizim kəsrimiz, kiçik kəsrimiz 3də 1-dir, yəni məxrəci 3-dür və biz də bu 3-ü böyük olan kəsir, rəqəmi böyük olan kəsiri tamamlamaq üçün nə edirdik? 3-ü 2-yə vursaq 6 eləyər, düzdürmü? 3-ü vururdum 2-yə 6 yazırdım. Daha sonra məxrəci vurduğum kimi surəti də vururdum 2-yə. Bir də 2-yə vuranda 2 eləyirdi. Bu kəsrim 6-da 3, bu kəsrim isə 6-da 2-yə bərabər. Deməli, bu bundan böyükdür. Məxrəclərini bərabərləşdirirdim və sonra görürdüm ki, surətlərində bu 3 olan böyükdür və ona görə də bu 6-da 3 kəsirin böyük olurdu. Bugün isə onun həmin müqayisənin davamı olaraq onun tərsini keçəcəyik. Və əvvəlcə bir şey izah eləyim ki, sizə, əgər bir kəsrin 2 dənə kəsir verərsə bizə, məsələn, 3də 1 və 4də 1. Bu cür kəsir bizə verərsə, gördüyünüz kimi kəsirimizin, düşür bu video, düşür. Gördüyünüz kimi bu kəsirlərin ikisinin də surətləri eynidir. Amma məxrəcləri fərqlidir. Və bu zaman bizim məxrəci kiçik olan kəsirimiz böyük olur. Yəni 3də 1, 4də 1-dən böyük olur. Bunu belə bir izahını da vermək olar. Məsələn, mən uşaqlara belə bir izah verirəm. Məsələn, mənə belə bir dairə verər və yaxud da düz bucaq verər. Bunu 4 hissəyə bölər. 4-dən 1-in götürər, bu hissəni tutar. Baxın, gördüyünüz kimi. Və yaxud da burada həmin eyni dairəni 3 hissəyə bölər. Buradan 4-dən 1-in götürüb, burada isə 3 yerə bölüb. 1, 2, 3. 3-dən 1-in götürüb. İndi uşaqlar, biraz simmetrik eləyək ki, ölçünün fərqini bilək. Gördüyünüz kimi, burada 4-dən 1-in götürəndə, 4 yerə böldükdə daha az hissəni götürmüş oluruq. Amma 3-dən 3-ə bölüb bir hissəni götürəndə, burada doğrudan da böyük bir hissəni əldə etmiş oluruq. Məsələn, bir alma verir mənə, almanı 4 yerə bölür, almanın bir hissəsini mənə verir. Və yaxud da almanı 3 yerə bölür, oradan bir hissəsini mənə verir. Alma 3 yerə bölünsə, daha böyük dilimlər alınar. Nəinki 4 yerə bölünmüş olsa. Ona görə də surətləri eyni olan zaman məxrəclərdən hansı kiçikdirsə, o məxrəc böyük kəsir adlanır. Həmin kəsir böyük adlanır. Burada uşaqlar ədəd oxu üzərində də bizim üçün izahını verib. Göstərir 2də 1 və 3də 1. 2də 1-in 3də 1-dən böyük olduğunu bizə sübut eləmək üçün göstərir ki, ədəd oxunda da düz xətti deyil, düz xətt parçasını 2 yerə bölür və 2-dən 1-in götürəndə yarı hissəsini götürmüş olur. Amma 3 hissəyə bölüb birini götürdüyü zaman isə eyni ədəd oxudur. Burada daha az məsafə qalır. Yəni çox bölündükcə hissələrin də sayı azalır. Ona görə də məxrəci kiçik olan böyük adlanır. İndi davam edək digər hissəyə. Uşaqlar, kəsirləri müqayisə edən zaman məxrəcləri gördüyünüz kimi müxtəlifdir, surətləri bərabərdir. Bunları müqayisə etmək çox asandır, izah elədiyim kimi. 4də 2 ilə 10da 2-yə baxanda surətlər eynidir. Məxrəclərdə 4 kiçik olduğu üçün 4də 2 böyük olur. Burada isə ikisinin surətləri 1-dir, amma məxrəclərində 3 kiçik olduğu üçün 3də 1 kəsiri böyük olur. Burada da surətlərim 4-dür, amma məxrəclərində 7 balaca olduğu üçün 7 böyük olur, 7də 4 kəsir böyük olur. 3-lərə baxıram. Surətlərim 3-dür, məxrəclərin biri 5, biri 8. 5 kiçik olduğu üçün 5də 3 kəsir böyükdür. Burada 7-də 6 böyükdür. Burada 6-da 5 böyükdür. Yəni diqqət etmək lazımdır ki, surətlərimiz eyni olsun. Burada 5də 4 böyükdür. Burada təbii ki 15də 2 böyükdür. Burada da 9da 2 böyükdür. Və davam edirik uşaqlar. Gəlir indi burada bizim bir qaydamız var. Bu qaydaya əsasən tapşırıqlar işləyəcəyik və mən də onun burada izahını verəcəm. Bundan əvvəl biz keçdik ki, kəsirlərin məxrəclərini bərabərləşdiririk, daha sonra müqayisə edirik. İndi bunun tərsini eləyəcəyik. Kəsirlərin surətlərini bərabər eləyəcəyik və məxrəci kiçik olan kəsir kiçik kəsir adlanacaq. Məsələn, gəlin buradakı izaha baxaq əvvəlcə. Gördüyünüz kimi 7də 6 ilə 5də 2-dir. Məxrəclər də müxtəlifdir, surətlər də müxtəlifdir. Burada surət kiçik olan hansıdır? Necə ki əvvəlcə məxrəci kiçik olanı vururduq, bərabər eləyirdik. İndi də eyni ilə həmin qaydanı buna tətbiq eləyəcəyik. Surətlərin içərisində bu surət kiçik olduğuna görə mən həmin bu surəti bu biri surətlə eyni olması üçün nə etməliyəm? Yəni 2-ni nə etməliyəm 6 olsun? Təbii ki, 2-ni 3-ə vurmalıyam. Burada vurub 2-ni 3-ə vurub 6 alıb və bizim qaydamız öz yerində qalır ki, surəti nəyə vururamsa məxrəc ona vurulur. Məxrəci nəyə vururamsa surətdən o vurulur. İndi də 2-ni 3-ə vurub 6 almışamsa, məxrəcimi də 3-ə vuracam, alacam 15. Deməli, birinci kəsirim 7-də 6 idi, ikincinin surəti balacaydı. Onu da çatdırdım, elədim onun için 15-də 6. Və bunların içərisində surətlər eyniləndimi? Düzdür. Məxrəclər içərisində hansı kiçik idi? 7. Deməli, 7-də 6 16-da 5-dən böyükdür. Burada da göstərir uşaqlar. 7-də 6 5-də 2-dən böyükdür. Deməli, bu bundan böyükdürsə, bu kəsirdən, bu kəsir alınıb deyə 7-də 6 ilə 5-də 2-dən də böyük sayılır. İndi gəlin biz onu
Mən burada ayrıca izahını verim. Gəlin elə birincini götürək. Neçə verib burada? 2-də 1 ilə 15-də 6. Gəlin yazaq. Görüm aydın düşür bu. Düşər məncə. Deməli, 2-də 1 kəsirimdir. Digəri isə 15-də 5 kəsiridir. Baxıram kəsirlərimin surətlərinə. Burada 1-dir, burada isə 5-dir. Və mən balaca olan kəsirin 1 olduğuna görə, məxrəc surətin 1 olduğuna görə 1-i 5-ə bərabərləşdirməliyəm. 1-i neynəsəm? Təbii ki, 5-ə vursam 5 eləyəcək. Və mən biri surətimi 5-ə vurduğuma görə məcburən məxrəcimi də 5-ə vurmalıyam. Və mənim kəsirim nəyə bərabər olacaq? Biri 5-ə vuranda 5, 2-ni də 5-ə vuranda 10, düzdürmü? Gördüyünüz kimi uşaqlar, surətlərim bərabərləşdi. Surətlərim bərabərləşdi deyə mən artıq məxrəclərimə nəzərən kəsirimi müqayisə edə bilərəm. Dediyimiz kimi məxrəclərdən hansı kiçikdirsə, o kəsirim böyük olur. Burada 10-da 5 böyük olur. Çünki məxrəci üzr istəyirəm, məxrəc kiçikdir ona görə. Şimdi davam edirik. Bunu belə xətt çəkək. 4-də 3-dür kəsirimin biri, digəri isə 7-də 6-dır. Burada bizim surəti kiçik olan kəsirimiz 3-dür, yəni 4-də 3-dür. Və mən bu 3-ü digər kəsirin surəti 6-ya bərabər eləmək üçün nə etməliyəm? 3-ü 2-yə vurmalıyam ki, 6 eləsin, düzdürmü? Və mən surəti vurmalıyamsa 3-ə, deməli məxrəc də 2-yə vurulmalı. Bunun qaydası budur, bu dəyişmir. İndi kəsiri yazıram. 3-ü 2-yə vuranda 6, 4-ü 2-yə vuranda 8. Gördüyünüz kimi uşaqlar, surətlərimiz bərabərləşdi. Surətlər bərabərləşən kimi biz nə edirik? Məxrəclərimizi müqayisə edirik. Məxrəclərimizin də hansı kiçikdirsə o kəsir böyükdür. Deməli 7-də 6, 8-də 6-dan böyükdür. Yəni əslində bunu belə də müqayisə edə bilərsiniz. Məsələn, bunu görmədən bu 8-də 6-nı tapdıq, hə, düzdürmü? 8-də 6-nı kənar saxlayıram və mən bilirəm ki, artıq bu 8-də 6-dır, bu da 7-də 6-dır. Deməli bu bundan böyükdür. Bu da bunun izahıdır, nə fərqi var? İndi gəlin davamını keçin, birini də yazın. Burada birini verib bizə 25-də 8 verib və 7-də 2 verib. İndi baxıram. Baxıram, görürəm ki, mənim surətim burada 2 balacadır və bu isə 8-dir. Mən bu 2-ni 8-ə bərabərləməliyəm ki, məxrəclərinə uyğun müqayisəmi aparım. 2-ni mən neçəyə vursam 8-ə yaxınlaşaram, yəni 8 olaram, 4-ə vururam. Və təbii ki, 7-ni də məcburən mən 4-ə vurmalıyam. Deməli, bu kəsir neçə olacaq uşaqlar? 2-ni 4-ə vuracam, eləyəcək 8. 7-ni də 4-ə vuracam, olacaq 28. Və artıq asanlıqla kəsirlərimi müqayisə edəcəm. 25-də 8, 28-də 8. Təbii ki, bunun məxrəci kiçik olduğuna görə bu böyük kəsir adlanır. Sonra burada bir başqa da var məncə. Gəl sonuncunu götürək. 11-də 6, bu isə 29-da 18-dir, düzdürmü? Düşür. Düşürmü də? Düşdü. Hə, deməli buradan yazdım o misalı burada və indi gəlin bunun üzərində işləyək. 11-də 6 ilə 29-da 18-dir. Baxıram, görürəm ki, mənim bu kəsirimin surəti balacadır, yəni 6-dır. Və bu isə 18-dir. Baxıram ki, mən bu 6-nı neynəsəm 18-ə çataram. Təbii ki, 6-nı 3-ə vurmalıyam, düzdürmü? Və mən surətimi 3-ə vurduğuma görə məxrəcimi də 3-ə vurmalıyam. Sonra mənim kəsirim nəyə bərabər olur? 6-nı 3-ə vuranda eləyir 18. 11-i də 3-ə vuranda eləyir neçə? 33. 11-də 6 kəsirlə 33-də 18 kəsirləri bərabərdir bir-birinə. Amma mənə vermişdi ki, 29-da 18-lə kitabımızda gördüyünüz kimi 11-də 6-nı müqayisə elə. Və mən bunların surətlərini bərabər elədim. İndi baxıram, görürəm ki, 29 kiçik olduğuna görə 33-dən. Deməli, 29-da 18, 33-də 18-dən böyükdür. Bu kəsirlərin müqayisəsinin surətinə görə müqayisəsidir. Bundan əvvəlki videoda məxrəcinə görə müqayisəsini çəkmişdim. Bu isə surətinə görədir. Bunun növbəti videoda isə inşallah surətə görə müqayisənin işləklərini işləyəcəyik inşallah.